Salam mənim əzizlərim, bir daha bütün bizə baxan tamaşaçıları salamlayıram. Sizin səhətə baxırsınız, biz canlı efirdəyik. Studiyamızın qonağı Azərbaycan İmplantoloqlar Cəmiyyətinin sədri, İsveçrənin Beynəlxalq ITI Təşkilatının Azərbaycan Tədris Qrup rəhbəri tibb elmləri namizədi Cabbar Həsənovdur. Sabahınız xeyir olsun doktor, xoş gəlmişsiniz. Sağ olun. Təşəkkür edirik ki, vaxt tapıb bizi ayırmışsınız və verilişimizdə iştirak edir. Sizi görməyimə çox şadam. Mənim əzizlərim, bir daha xatırladıram. Biz əgər canlı efirdəysə, təbii ki, həkim stomatoloqunuza öz suallarınızla canlı efir vasitəsilə müraciət edə bilərsiniz. Telefon nömrəmiz 012-513-806-dır. Zənglərinizi gözləyirik. Buyurun, bizə zəng edin. Doktor, dişlərin implantasiyası artıq geniş yayılıb. Yəni, artıq hamı bu haqda bilirlər, məlumatları var. Amma mənə maraqlıdır, hər bir stomatoloq mu implant eləyə bilər, yoxsa yox? İlk öncə tanışlarınızı salamlayıram. Sabahınız xeyir olsun. Təbii, artıq Respublikamızda dişlərin implantasiyası çox geniş yayılıb və inkişaf edib. Mən deyərdim ki, qonşu respublikalarla, ətraf qonşularımızla müqayisədə biz çox irəlidəyik. İstər əhalinin informasiyası baxımından, istər həkimlərimizin səviyyəsi baxımından. Bu, təbii ki, dişlərin implantasiyası stomatoloqlara məxsus bir şey və hər bir həkimimiz bunu eləyə bilər. Amma təbii ki, müəyyən bir ixtisaslaşma kursu keçmək lazımdır. Dünyada da belə fərqlər çoxdur. Məsələn, ən çox implant eləyən stomatoloqlar İtaliyadadır. Stomatoloqların təxminən 50%-i implant eləyirlər. Hər 100 stomatoloqdan 50-si implantasiya ilə məşğuldur. Çox böyük rəqəmdir. Təbii ki, bizdə bu qədər deyil, amma İtaliyada dünyada ən çoxdur. Və təbii ki, implantasiyanı indi düşünürlər ki, ayrıca bir ixtisas kimi qiymətləndirsinlər. Çünki implantasiya dişlərin bərpasında yarısını cərrahiyyədən alır. Yəni, bunun cərrahi hissəsi var. Yarısını da protezləmədən alır. Bizim daha əvvəllər bildiyimiz cərrahi stomatologiya deyilən bir ixtisas var. Və ya ortopedik stomatologiya, protezləmə ilə məşğul olan deyilən bir ixtisas da var. Yəni, bu ikisinin sanki birləşməsidir, amma ayrıca bir dar çərçivədə. Və artıq o qədər geniş yayılıb ki, çoxlu mütəxəssislərə ehtiyac var və bu da bir ixtisas kimi artıq formalaşır. O yüzdən, təbii ki, bu stomatoloqların işi təkrarlayıram, stomatoloqlar məşğul olacaq, amma özəl bir kurslar keçməyə ehtiyac var. Özəl bir tədrisə ehtiyac var və özəl bir təcrübəyə ehtiyac var. Yalnız bundan sonra təbii ki, hər bir stomatoloq bu implantasiyanı eləyə bilər və hesab edirəm ki, eləməsində də bir fayda var. Bu kurslar uzun müddətli mi olur? Bu kurslar, fərqli kurslar var. Adətən yeni başlayanlar üçün, ilkin başlayanlar üçün belə bir kurslar var. Bunu mütləq keçmək lazımdır. Mən deyərdim ki, hətta stomatoloq implantasiya eləməyən həkimlər belə bunun keçməsində fayda var. Və ya söylədiyim kimi, bu həm cərrahiyə bağlıdır, həm protezləməyə bağlıdır. Bəzən ola bilir ki, bəzi həkimlər yalnız bunun cərrahi hissəsini eləyir, protezləməsini digər bir həmkarı eləyir və ya tərsinə. Biri yalnız protezləmə ilə məşğuldur, o birisini isə cərrahi işləri bir kolleqasına ötürür və bu normal sayılır. Dünyada hər ikisini eləyən həkimlər də var, yalnız birini eləyən həkimlər də var və bu yüzdən yəni həkimlərin ixtisaslaşması vacibdir. Birincili başlanğıc üçün, səviyyə üçün müəyyən bir kurs keçdikdən sonra dünyada çox gözəl, yüksək səviyyəli kurslar var və bu tiplə də davam eləyərək, yəni müəyyən pillələri çıxa-çıxa müəyyən uğurlara təbii ki, imza atmaq olar. Doktor, mövzudan bir balaca kənara çıxsam da bu sualı vermək istəyərdim sizə. Gənc stomatoloqlar əgər istəsələr, hara müraciət etməlidirlər? Yəqin bizim kurslara işarə edirsiniz. Siz bizim kurslarda da olmuşsunuz, hətta çəkiliş aparmışdınız bir dəfə. Çəkiliş də aparmışım. Bugün mən elə kursdan çıxıb bura gəlmişəm. Bizim kurslar yazda və... Çox istəyərdim bu haqda məlumat verəsiniz. Çünki inanıram ki, bir çox gənc stomatoloqlar böyük məmnuniyyətlə sizə müraciət etmək istəyərdilər, doktor. Kurslarımız yazda və payızda olur. Əksəriyyəti, yəni çox hissəsi yerli həkimlər olduğu üçün və biz əgər xaricdən gəlmə kursantlar olursa, onlar üçün ayrıca kurs təşkil edirik. Qısa müddətdə böyük proqramla, yəni dolğun proqramla. Amma yerli həkimlər üçün uzun müddətə, çünki hamısı Bakıda olanlardır, uzun müddətə gündə bir neçə saat olsun deyə və tam bu işi mükəmməl öyrənsinlər, biraz yavaş-yavaş gedirik, amma biraz uzun müddətə gedirik. Təxminən 2 ay, 3 ay davam edir. Və onlar həm öz işlərindən ayrılırlar, həm də bizdə kurs seçirlər. Hər bir şərait yaradırıq onlar üçün. Yəni, xəstənin müayinəsini görürlər, rengenlər görürlər, əməliyyatlarda baxırlar, assistentdə edirlər.
biz onlara imkan veririk, öz xəstələrini gətirib implant qoysunlar. Hətta onların belə pulsuz implant qoyma şansları veririk. Yəni, hər bir şey yaradırıq onlar üçün ki, qorxmasınlar, bir addım irəli atsınlar və təbii ki, ilk addım atandan sonra yaxşı mütəxəssis yanında sonraki addımlar gəlir. Və bu kursun da gözəlliyi nədir? Yəni, ilk addımlarını daha təcrübəli kolleqanın bir yerdə atırlar, səhv buraxmırlar, bir ağırlaşma yaratmırlar və tam işi mükəmməl öyrəndikdən sonra ki, o rahat-rahat öz klinikalarında bunu davam edirlər. Əziz gənc stomatoloqlar, telefon nömrələri ekranlarda görürsünüz. Daha ətraflı məlumat əldə etmək üçün zəhmət olunsa implantın klinikasına zəng edin. Tam bu məsuliyyəti götürəm üzərimə, doktor. Çox istəyərdim ki, respublikamızda peşəkar gözəl stomatoloqlar çox olsun. Yəni, nə qədər çox olsalar, bir o qədər bizə yaxşıdır, düzdürmü? Doğru. Ona görə də İstəyərdim ki, zəng eləyəsiniz mənim əzizlərim. Telefon nömrələri bir də xatırladım, ekranlarda görürsünüz. Zəng edin, xanımlar cavab verəcək, söyləyin ki, sırf kurslarla bağlı məlumat əldə etmək istəyirsiniz və inşallah Cabbar həkim sizə yardım edəcək, kömək edəcək bu çətin işdə. Ən azından öyrədirsiniz, siz də söylədiniz, kurslarımızda olmuşuq, çəkiliş də etmişik. Doktor, implantların yerləşdirilməsi, yəni vaxt baxımından nə qədər vaxt, nə qədər zaman aparır? Orada iki vaxt deyə bilərəm sizə. Yəni, biri tam hazırlıq prosesi. Hazırlıq mərhələsindən başlanmış müayinələr, sonra cərrahiyyəsi, sonra gözləmə müddəti var və sonra cərdişlərin hazırlanması. Normalda, sizin də artıq bildiyiniz kimi, biz implantları yerləşdiririk kəniyə və 3 ay, 4 ay gözləyirik. Buna sağalma dövrü də deyirlər və ya osteointeqrasiya dövrü deyirlər. Osteointeqrasiya dövründə sümük hüceyrələri inkişaf edib, böyüyüb, implantın səthini tam doldurur və çox mükəmməl bir birləşmə yaranır. İmplant kənədə artıq təbii dişdən də sərt dayanır. Bunun üçün təbii ki, 3-4 ay vaxt tələb olunur və bu da toplumda implantın başlanmasından ta bitənəcən, dişlərin hazırlanmasınacən hardasa 4 ay, 5 aya qədər vaxt gedir. Bu standart protokoldur. Amma digər hallar ola bilir ki, bəzən tələb olunur. Biz buna immediat implantasiya və ya immediat load implantasiya deyirik. Yəni, burada implant yerləşdirilən günü belə onun üzərinə diş qoymaq mümkündür. Təbii ki, pasiyentdən asılıdır. Pasiyentlər bəzən iş adamı olur, ya sizin kimi efir adamı olur. Deyir ki, heç görə mən dişsiz qala bilmərəm. Əgər misal üçün günlərin bir günü siz bir dişinizi implantasiya elətdirsəz, biz sizi dişsiz saxlaya bilmərik ki. Müvəqqəti, yəni dişlərdən istifadə olur. Təbii, bu hallarda implant yerləşdiririk və həmin dəqiqə də üstünə diş qoyuruq. Plasmas dişlər, ağ dişlər. Amma bu diş müvəqqəti diş olur. Amma müvəqqəti olsa da tam normal görüntüsü olur, forması olur və işinizə davam edirsiniz. Əlbəttə ki. Yəni, bu cür insanlar, iş adamları, efir adamları, müəllimlər, həkimlər, o yüzden bu variant da mümkündür. İmmediat implantasiya deyirik. Və implantların birbaşa cərrahiyyəsi daha çox bəzən insanlara düşündürür ki, bir implantı bir kəniyə neçə dəqiqəyə ya da neçə saata bilmirəm yerləşdirirsiniz. Bu əl təcrübəsindən asılıdır. Yeni başlayanlarda biraz vaxt çox gedir, amma illər keçdikcə, təcrübə gəldikcə artıq bir implantın bir kəniyə yerləşdirilməsi 3 dəqiqə, 5 dəqiqə, uzaq başı 10 dəqiqə vaxt alır. Hələ də çox vaxt almır. Və bu yüzden yəni 2-3 implant olanda belə yarım saat, 1 saata tam əməliyyat başa çatır. Fərqli yəni protokollar var, fərqli kənələr var, böyük cərrahiyyələr belə var. Bəzən sümük çatışmır, kənə sümüyü köçürürük, süni materiallar köçürürük, kənənin bir hissəsindən alıb digər hissəsinə köçürürük və s. və ilə. Yəni mürəkkəbə getdikcə təbii ki, zaman da biraz artır. Doktor, implantlar uzun ömürlüdürmü? Çünki bildiyimizə görə bu illər öncə biz plasmas dişləri qoydurarkən bir 10 ildən, 5 ildən, 3 ildən bir bu dişləri təbii ki, dəyişməli idi. İmplantlar necə? İmplantlar, orada da yəni müxtəlif implantlar var. İmplantların keyfiyyət məsələsi var. Dünyada çox müxtəlif, çox sayda bəlkə minlərlə implant firması var, istehsalçısı var. Amma siz daha çox önəm verirsiniz sırf İsveçrə implantlarını. Hər zaman yəni. Yadımdadır, doktor. Yəni, bu implantların keyfiyyətindən asılıdır. İmplantın işlənmələrindən asılıdır. İmplant səhtinin hansı ki, sümüklə birbaşa kontaktda olur. Sümük hüceyrələri dediyimiz kimi onun üzərinə oturur, birləşmə gedir. Buradan asılıdır. O səhtin nə ilə, necə, hansı üsullarla işlənməsindən asılıdır.
Və burada da yəni implant bir marka olaraq yetişir, özünü göstərir. O yüzden yəni implantın ömrü, deyək ki, implantın markasından, implantın markasını dedik. Ondan sonra onu ora yerləşdirən həkimin taktikasından, əl bacarığından asılıdır. İmplant da yerləşdi. Bundan sonra implantın hansı qüvvələr gələcək, nə qədər yüklənəcək, implant bir dişin yükünü daşıyacaq, iki dişin yükünü daşıyacaq, üç dişin yükünü daşıyacaq. Yəni bu da bir normativləri var. Bu normativləri aşmamaq lazımdır. Bunu da aşmırıqsa, sonraki ümid qalır pasiyentə. Pasiyent onu hər gün, hər bir daşıyıcısı, yəni kimin ağzında implant varsa və ya elə təbii diş varsa, normal təmizləməlidir. Problemlərin çoxu gigiyenanın zəifliyindən, dişə və ya implantın üzərinə və ya implant üzərində olan dişin üzərinə gələn diş daşı, diş hərpi, yəni buradan yaranır. Hər dəfə söylədiyimiz kimi o diş daşı, diş hərpi bakteriyaların yuvasıdır, məkanıdır. Orada koloniyası yerləşir, yığılır, artır, çoxalır və diş ətinə təsir edir. İmplant dediyimiz metaldır. Yəni ona heç bir bakteriya, mikrob təsir edə bilməz. Müasir implantlar çox möhkəmdir, əyilmir, sınmır, keyfiyyətini itirmir. 50 il, 100 il kənarda qalsa belə heç bir dəyişiklik olmayacaq. Rəng baxımından belə. Heç bir baxımdan dəyişiklik olmayacaq. Amma dəyişə bilən nədir? Canlı orqanizmdir. Diş əti dəyişə bilər. O yüzden pasiyent əgər normal fırçalayarsa, təmizləyərsə vaxtında heç bir dəyişiklik olmayacaq. Yalnız zaman illər keçdikcə insan orqanizmi özü belə yaşlandıqca təbii ki, implantlar artıq diş ətində çəkilmələr ola bilər. Bu hər zaman var. Yəni insan yaşlandıqca onun bütün orqanlarında dəyişiklik olur. O cümlədən diş ətlərində də olur, çənə sümüyündə də olur. O yüzden yəni zamana bağlı olaraq, yaşlanmaya bağlı olaraq implantlar dəyişə bilər. Yəni normalda 10 il, 15 il, 20 il, bəzən 30 il, 40 ilin belə mən implantını görmüşəm. Düzdür, bizim hələ implantasiya təcrübəmiz 40 il deyil. Amma 15 illik, 20 ilə yaxın 20 ilə yaxın kənarda qalan implantlarımız var. Bəli. Və yəni bizim başlanğıcdan bu günə qoyduğumuz implantlar hələ ki tam normal demək olar ki, funksiya göstərir. Və elə implantlarımız var ki, xatırlayırsınızsa mən keçən dəfə burada birinci implantı göstərdim. Bəli. 20 ilə yaxın da ağızdadır birinci qoyduğum implant. Bəli. Və bu gün də sanki heç bir problemsizdir. Və mən inanıram ki, bir 20 ildə duracaq, bəlkə bir 30 ildə duracaq. İnşallah. Yəni implantların ömrü, yəni saydığım bu faktorlardan asılıdır. Bütün bu implant keyfiyyəti, həkimin orada iş təcrübəsi, iş görmə qabiliyyəti, normal protezləmə, pasiyentin təmizlik dərəcəsi. Bütün bu saydıqlarım 1-2-3 ayda bitir. Amma pasiyent ona 10 illərlə baxır. Düzdürmü? Bəli. Deməli, ən çox şey, ən mükəmməli pasiyentin qulluğudur. Söz. Bu normal olacaqsa, uzun illər nə qədər ki, implant ağızdadır, davam edəcəksə, problemsiz olaraq implant da həmin insana qulluq eləyəcək. Doktor, bəs hansı pasiyentlərə yəni məsləhət görülür implantların yerləşdirilməsi, hansı pasiyentlərə məsləhət görülmür? Təbii, elə pasiyentlər var ki, biz onlara heç analiz belə eləmədən implant qoyuruq. Və bu olar, tam normal sayılır. Yəni, bir implantın yerləşdirilməsi bir dişin çıxarılmasından bir neçə dəfə asandır və sadədir. Belə deyək ki, az cərrahi travmatikdir. Amma say çoxaldıqca təbii ki, cərrahiyyə sahəsi də artır, məsuliyyət də artır, diqqət də artır və yoxlamalar da artmalıdır, analizlər də olunmalıdır, baxılmalıdır. Söylədiyim kimi, sadə hallar bir kənara qoysaq, yəni hər kəsə olar. Amma əgər insanın digər problemləri varsa, deyək ki, sistem xəstəlikləri varsa, şəkər xəstəliyi kimi, zob kimi bir şeylər varsa, bunlara diqqət edirik. Ürək problemləri varsa və başqa orqanlarında hər hansı iltihabı proseslər varsa, bunlara diqqət edirik, baxırıq. Və məsələn, tez-tez şəkər xəstələrini soruşurlar, implant eləmək olarmı? Təbii ki, olar. Amma şəkərin də qanda miqdarının çox böyük əhəmiyyəti var. Onu yoxlamaq lazımdır, ona diqqət eləmək lazımdır. İmplantasiya göstərişlər də, əks göstərişlər də iki cürdür, yəni nisbidir və ya qətidir. Nisbi olanlar hansıdır? Müəyyən insan xəstəlikləri ola bilər ki, özəlliklə ağız boşluğunda diş əti xəstəliyi ola bilər, qonşu dişlərdə karies ola bilər, pulpit ola bilər, xəstə dişlər ola bilər və bunlar müalicə olunacaq, keçib gedəcək. Ya insan qripdir, bu qrip sağalacaq, keçdi getdi, ondan sonra təbii implant eləmək olar. Qəti əks göstərişlər çox az saydadır və bu da təbii ki, arzu olunmaz hallar var. Qan xəstəlikləri var, şiş xəstəlikləri var.
alkoqoldan asılı insanlar var, narkotikadan asılı insanlar var. Bu insanlara təbii ki, heç implant qoymaq həm faydasızdır, həm də mənası yoxdur. Bəli. Və heç onlara da eləmirik. Yəni, implantasiya özəl olaraq sağlam insanlarda hər kəsə eləyə bilirik. Sadəcə saydığım bu ağır formalarda təbii ki, eləmirik. Heç eləməyin mənası da yoxdur və lazım da deyil. Yəni. Yaş faktoru önəmlidirmi, doktor? Yaş faktoru sözsüz ki, önəmlidir. Daha cavan yaşlarda daha rahatdır. Müxtəlif baxımdan rahatdır. Həm çənə sümüyü var, Bəli, bəli. ölçüləri böyükdür. Sümükdə inkişaf var. Sümük hüceyrələri daha aktivdir. Sümük yaranma prosesi daha aktivdir. İmplantın üzərine daha aktiv oturur və onu möhkəmləndirir. Amma yaşla bağlı qəti olmaz deyilən bir şey də yoxdur. 80 yaşında Biz bunu şahid siz də olmuşuz. görmüşsünüz. Bəli. 80 yaşında bizim pasiyentlərimiz çoxdur. Bəli. 84 yaşında belə implantlar eləmişik və tam normaldır. Amma bu hallarda təbii ki, bir özəl olaraq bir diqqət edirik sümüyün formasına, quruluşuna, pasiyentin ümumi sağlamlıq dərəcəsinə və bir də osteointeqrasiya dövrünü, biraz əvvəl qeyd elədiyim kimi o 3-4 ay ki tələb olunur, sümük hüceyrələri implantın üzərində otursun, birləşsin. Bunu biraz artırırıq. Artırırıq və normalda deyək ki, 3 aydırsa burada 5 ay eləyirik. Amma yenə də alınır və gözəl-gözəl birləşmə gedir. Pasiyentlər həmişə razı qalır. Doktor, olubmu ki, formalardan dediniz, hər hansı bir pasiyent sizə müraciət edir və söyləyir ki, istəyirəm ki, qabaq dişlərim daha böyük olsun. Yəni, əslində hamı sevirdi ki, bu iki diş biraz uzun olmalıdır. Yəni, amma siz görürsünüz ki, çənə baxımından düzgün ölçülər olmayacaq. Siz yəni, öz sözünüzü, öz fikrinizi pasiyentə çatdıra bilirsinizmi? Yəni, sizi dinləyirlər, sizə qulaq asırlarmı? Təbii, çox rahat şəkildə. Necə? Yəni, burada deməli gəlir bir plastik cərrah kimi. Plastik cərraha müraciət edilirmi şəkillə ki, mən baba istəyirəm ki, burnum belə olsun, forma belə olsun, məli gəlir ki, dişlərdə. Çünki bu da haradasa bir plastik əməliyyat kimidir, düzdürmü doktor? Təbii, bizə gətirirlər məşhur... Filan hansı, ünlü insanın dişlərindən ünlü insanların, aktrisaların dişlərini göstərirlər. Bunu nəzərə alırsınızmı istəkləri? Təbii, alırıq. Onun istəyinə baxırıq. Bilirsiniz, çox vaxtda necə olur? Bir ünlü insanın şəklini gətirir, deyir, bunun dişlərindən istəyirəm. Amma dişi istəyir, amma sifət o sifət deyil axı. Doğrudurmu? Bəli. Yəni, yaraşmaq məsələsi var. Yəni, sifətin rəngi, forması, dodaqların quruluşu, insan güləndə nə qədər... Dişlər nə qədər görünəcək, sifət, üçbucaq sifət var, yumru sifət var, gözlər, dediyim kimi, güləndə diş əti hardadır, dodaq hardadır. Bunlar fərdidir və özəldir. Yəni, o pasiyentə həm deyirik, təbii ki, və öz bildiyimizi və ya onun istədiyini, hər ikisini müvəqqəti dişlər formasında plasmas dişlərdən hazırlayıb veririk, göstəririk. Baxın, bunu istəyirsiniz. Biz isə bunu düşünürük. Hansını seçirsizcə? Fərqi görəndən sonra. Təbii ki, o görür və ya deyə bilər ki, biraz da uzun istəyirəm, biraz da qısa istəyirəm və ya biraz enli istəyirəm. O dediklərinin hamısını eləyirik. Bəli. Bəyənənə qədər. Təbii ki, bəzən dediyim kimi, insan bir başqasının dişini istəyir. Amma sifət dediyim kimi, o sifət deyil ki, bu dişlər bu sifətdə qalacaq və bu sifətə yaraşmalıdır. Bu təbəssümə yaraşmalıdır. Bu dodaqlar açılanda bu dişlər görünəcək. O yüzdən onun sifətinə, gülüşünə, dodaqların quruluşuna uyğun bir diş veririk və təbii ki, bəyənir, sözsüz ki, bəyənir və ondan sonra unudur ki, hansısa bir aktrisanın dişini, ya ünlü adamın dişini, məşhur adamın dişini və öz dişlərini bəyəndiyi üçün öz dişləri də qane eləyir onu. Və verdiyimiz, hazırladığımız o müvəqqəti plastik dişləri eynən birəbir kompüter skan eləyirik. Yəni, kompüter onun ölçülərini alır, ona uyğun bizə karkas çıxadır. İndi imkanlar genişdir sadəcə, stomatologiyanın böyük imkanları var. CAD/CAM dediyimiz Computer Aided Design, bu ingiliscədir bunun adı. Yəni, kompüter dizayn eləyir bunu və kompüter istehsalı var. İstehsal deyəndə kəsir. Hazır monobloklardan birinci kompüterin elədiyi dizaynı kəsən qurğular var. Və hazır kəsib o karkası bizə çıxardır. Yəni, pasiyentin bir ay sonra ona verəcəyimiz dişi bir gün onu göstəririk və qane olur və xoşuna gəlir. Bütün iş prosesi ondan sonra geridən irəliyə. Biz büyündən başlayıb irəliyə getmirik. İrəlidən ta bir aydan sonraki işdən başlayıb büyün onu eləyirik ki, yəni sabah
bu uzun oldu, qısa oldu, Əlbəttə. rəngi nə bilim nəsə oldu deyə bir şeylərlə rastlaşmayaq. Bilirsiniz, işlər çətindir, böyükdür. Yəni bir çənədə, bütöv bir çənədə dişlərini itirmiş insanda artıq çənəsini belə necə bağlamağı bilmir. Təbii ki, dişlər varsa bu çox rahatdır. Dişli çənədə insan çənəsini önə verə bilir, yanlara verə bilir. Bəli. Və bu yüzdən biz o dişləri hazırlamağa məcburuq. Və onu bəyənir təbii ki, gülür, baxır, təbəssümünü bəyənir. Ondan sonra tam birəbir o dişlərin kopyasını müasir materiallardan, farfardan ona veririk. Doktor, Bəyənməsin, necə bəyənməsin? Mənə elə gəlir ki, hamı bəyənir və bir daha söyləmək istəyirəm, mənim məsləhərim, əgər dişlərinizdə hər hansı bir problem varsa, implantın klinikasına müraciət edə biləsiniz. Tam məsuliyyətlə söyləyirəm ki, məndən kimsə soruşanda ki, Lalə, yaxşı stomatoloq varmı? Hara müraciət edəm? Mən deyirəm ki, yeganə ünvan mənim üçün məhz implantın klinikasıdır. İstəyərdim ki, məhz sizin üçün də belə olsun mənim məzlərim. Ən yaxşısını sizə təqdim etmək istəyirəm və ən yaxşı həkimlərlə, klinikalarla sizinlə bölüşmək, sizi tanış etmək istəyirəm. Məqsədimiz də budur mənim məzlərim, sizi maarifləndirmək və düzgün ünvanlarla tanış etməkdir. Doktor, bir çənədə, bir əməliyyat zamanı, ya da belə tutaq, həm üst, həm alt çənədə bir əməliyyat zamanı neçə implant yerləşdirmək mümkündür? Təbii, pasiyentin... Qəliz oldu. Biz hər şey implant sayına, pasiyentin istəklərinə, pasiyentin sağlamlıq vəziyyətinə bağlıdır. Normalda tam dişsiz çənədirsə, yəni hər iki çənə tam dişsizdirsə... Sağlam pasiyentdir, yəni hər hansı bir sağlamlığında problem yoxdur. Təbii, adətən, yəni sağlam Normada. pasiyentin hər hansı bir problemləri varsa, biz onları normaya salırıq. Bəli. Şəkərlə bağlı, təzyiqlə bağlı. Tənzimləyirsiniz. Təbii ki, tənzimləyirik. O yüzdən, belə deyək ki, əməliyyata götürdüyümüz adamların hər birini sağlam saya bilərik. O yüzdən, yəni, tam dişli çənələrdə adətən heç diş yoxdursa, bir dəfə yuxarı çənən eləyirik. Arada bir 10 gün sonra fasilə veririk, bu tam sağalma gedir. Və ondan sonra bir dəfə də aşağı çənən eləyirik. Xüsusi hallarda, belə deyək ki, pasiyentin heç vaxtı yoxdursa, xaricdən gəlibsə, bir gündə həm aşağı çənəni, həm yuxarı çənəni eləyə bilərik belə. Mümkündür. Təbii, 20 belə implant qoyduğumuz çənələr var bir gündə. Yəni, bütün implantlarını həm yuxarı çənədə, həm aşağı çənədə eləyirik. Hətta buna əlavə olaraq sinuslit dediyimiz sümük köçürmələri belə eləyirik. Mümkündür. Mümkün təbii ki. Təbii ki, biraz xəstəni daha diqqətə saxlayıb, biraz çeyləşmələri daha mükəmməl edib. Bunlar eləmək mümkündür. Doktor, təşəkkür edirəm. Minnətdarım. Vaxtımızın sonuna gəldik, çatdıq. Çox sağ olun ki, bugün bizimlə idiniz. Mənim üçün çox maraqlı idi. İnanıram ki, tamaşaçılar da böyük zövq aldılar bugünkü verilişimizdən. Mənim məzlərim kanalı dəyişməyin. Mən Lalə sizinlə sağollaşmıram. Qısa reklam blokundan sonra davam edəcək.